Oruç tutmaq sadəcə ac qalmaq deyil. Heç düşünmüsən, bədənin hər gün sənin üçün nə qədər yorulur? Oruç tutmaq bədənimizə verdiyimiz ən böyük təşəkkür mesajıdır. Sən yeyib içməyi dayandırdığın andan etibarən bədənin daxili təmizliyə başlayır. Zərərli toksinlər bədəndən qovulur, daxili orqanların nəfəs alır. Beyində yeni hüceyrələr yaranır, diqqət və fokuslanma artır. Amma ən böyük dəyişiklik ruhumuzda baş verir. Oruc bizə iradəmizin nə qədər güclü olduğunu xatırladır. Bizə səbri, şükür etməyi və ən əsası, sahib olduqlarımızın qədrini bilməyi öyrədir. Mədə sakitləşdikcə beyin daha aydın düşünməyə, ruh isə dincəlməyə başlayır. Yəni, oruc sadəcə ruhun deyil, həm də bədənin bioloji yenilənməsidir. Bəs sən oruc tutanda özünü necə hiss edirsən? Sənin üçün orucun ən böyük faydası nədir? Şərhlərdə bölüş, birgə öyrənək.